Məhkum xanımlardan kimin şəxsiyyət vəsiqəsi yoxdursa və yaxud da ki müddəti ötübsə asan xidmət onları da 8 mart öncəsi yaddan çıxarmayıb. Sənədləşmə elə həbsxanada icra olunub. Kadırova Sevda Əbdülqızı. Çox sağ olun. Kimi müxtəlif səbəblərdən şəxsiyyət vəsiqəsini itirib, kiminin isə vəsiqəsinin vaxtı bitib. Vətəndaşların problemlərini asan yollarla həll edən asan xidmət məhkumları da unutmadı. Azərbaycanda ilk dəfə olaraq penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 66 məhkum xanıma yeni şəxsiyyət vəsiqəsi təqdim edildi. Mənim vəsiqəmin vaxtı bitmişdi. Fikirləşirdim ki, mən nə edəcəyəm? Yəni srokuma görə uyğun deyildi vəsiqəmi dəyişmək. Yəni, sağ olsunlar bizim rəhbərliyimiz. Demək istəyirəm ki, düşərli olsun. Məhkum Məlahət Əskərzadə 4 il əvvəl vəsiqəsini azadlığı ilə bir gündə itirib. Bugün dəmir barmaqlıqlar arxasında itirdiyi illəri geri qaytara bilməsə də, itirdiyi vəsiqəsini yenisi ilə əvəz etmək şansı əldə etdi. Məhkəmə zamanı mənim vəsiqəm itmişdi. Və bugün mən bunu almışam, sevinirəm. Sevincimin həddi-hüdudu yoxdur. Məlahət Əskərzadə 22 ilin sürücüsü olub, amma illərin təcrübəsi onu qəza riskindən sığortalamayıb. Zəncirvari qəzaya düşüb və bir piyadanı vurub. Xoşbəxtlikdən piyada sağ qalsa da, bu Məlahət xanımı aldığı cəzadan qurtara bilməyib. Şofirlərə onu arzu eləyirəm ki, hər dəqiqə rol arxasında olaraq can sağlığı arzulayıram. Sərnişin maşında olarkən biraz ehtiyatlı olsun. Özləri də o qədər dəqiq olsunlar ki, mənim kimi burada cəza çəkib, belə dəmir barmaqlar arasından baxmasınlar. Halal zəhmətlə dolanmaq həyatda hər şeydən üstündür. Qanun çərçivəsindən gəlin qırağa çıxmayaq ki, bugün mənim kimi burada qoy əzab çəkməsinlər. Qeyd edək ki, məhkumlara şəxsiyyət vəsiqələrinin verilməsi prosesi digər cəza çəkmə müəssisələrində də davam etdiriləcək. Asanla biz yəni bu xidməti ancaq 4 nömrəli cəza çəkmə müəssisəsində yox, ümumən cəza çəkmə müəssisələrinin hamısında keçirmək fikrindəyik. Cəza çəkmə müəssisəsindən azad olunan şəxsin artıq vəsiqəsi tam o qanunlara və tələblərə uyğundur. Əsmər Nəcməddin qızı Rəşad Əbilov.